Gelin birlikte gedək Sevranı məktəbdən gətirək. Hazırsınız? Rafı giyindirmişəm. Siz də geyinin. Bitdik. Evladını məktəbdən götürməyə gedən mama kombini hazırdır. Hazırlaşdınız siz də? Hadi getdik. Baba ayaqdan çıxmışam evdən. Hardasınız? Niyə arxada qalmısınız? Raf da gül götürüb bacısını aparmağa. Nəhayət bizə çatdığımıza görə yolumuza devam edə bilərik. Keçirik. Ehtiyatlı olun. Neyinirsiniz siz? Az qala maşın vurmuşdu. Demədim ehtiyatlı olun. Görürseniz Raf, izləyicilərimiz sözümüzü dinləmir. Etdinizmi? Bugün siz də bizimlə gəlirsiniz deyə Raf özünü ağılla aparır. Hələ ki əlimi buraxmayıb, şokdayım. Gələk mən hər gün sizi özümlə məktəbə aparam. Gördünüzmü? Sevranı tutmuşduq. Ümid edirəm ki görmürsünüz. Sevranı getirdi, Raf gülünü verdi. Sevran gülünü xoşbəxt elədi. Və heç təcrübələnməyəcəyimiz bir mənzərə. Futbol oynamaq istəyirəm. Uşaqlardan böyük uşaqlar qoymur. Yaxşı, yaxşı. Gedək parka, birlikte parka. Hiç fena kurma. İstiyorsanız bizimle birlikte parka gitmek. Buna bakın. He? Canıyla. Mənə deyir ki, maşınım qaldı. İndi deyirsin, şaka yaptım. Şaka yapmayı da bilir. Ve birlikte parkta biraz oynamağa ne değilsiniz? Ben çekmem, size çekmeye mecburiyetiniz susun. Hadi biraz oynayın sonra gidelim. Oturmuşken Sevranın gündəliyinə baxaq sizinle birlikte. Qeyd edim ki, gündəliyi ilin ortasından sonra götürüblər. Baxın. Bizim vaxtımızda 5-4 falan idi. İndi ancaq mətin yazırlar. Baxın. Ərin. Baxın. Allah, tez kimi çalışkan. Mətnin nəqlidir və bu da bu həftənin. Bugün heç nə keçməyiblər, yəni mətin falan yox idi öyrənməyə. Sual cavablandırdı, mətni mənimsəyib, mövzunu nəql etdi. Bu kadar. Yəni ki, kızın gördüğünüz kimi sınıfın yaxşı oxuyanlarındandır. Nəhayət parkdan çıxa bildik. Yolumuz evə. Yaxşıdır, xoş gedək. Bəli, möhtəşəm liftimizlə videomuzu sonlandırırıq. Ümid edirəm ki, bizimlə birlikte çox yorulmamışsınızdır. İndi gedirik evə. Videomuzu beğenmişsiniz, abone olmayı unutmayın. Hələlik.